Salam balaca dostlar. Bugün sizinlə çox əyləncəli bir şey edəcəyik. Ailəmiz haqqında ingiliscə danışmağı öyrənirik. Çox maraqlı olacaq, söz verirəm. Elə isə başlayaq. Sualımız belədir. Ailənizi ingiliscə təqdim etməyə hazırsınız? Məncə hamı hazırdır. Super. Elə isə gəlin ilk cümləmizlə başlayaq. Yaxşı, ilk olaraq gəlin görək, qardaşımızı və bacımızı ingiliscə necə təqdim edə bilərik. Diqqətlə qulaq asın, görəcəksiniz ki, heç də çətin deyil. Budur ilk cümləmiz, gəlin birlikdə oxuyaq. This is my brother. Görəsən bu nə deməkdir və necə səslənir? Gəlin indi bunu aydınlaşdıraq. Aha, baxın, bu cədvəl bizim super köməkçimizdir. Gəlin baxaq, tələffüzü belədir. This is my brother. Deməli, tərcüməsi bu mənim qardaşımdır deməkdir. Yəni, ingiliscə brother qardaş deməkmiş. Necədir? Asan deyil ki. İndi isə gəldi ən əyləncəli hissə. Gəlin hamımız birlikdə və ucadan təkrar edək ki, dilimizə tam yatsın. Hazırsınız? 3-ə qədər sayıram. 1, 2, 3. This is my brother. Əla, afərin sizə. Qardaşı təqdim etməyi artıq bacarırıq. Yaxşı, bəs bacımızı necə təqdim edərik? Gəlin indi də ona baxaq. Baxın, burada da cümləmiz demək olar ki, eynidir, sadəcə bircə söz fərqlidir. Sister. Gəlin cədvələ baxaq. Tələffüzü this is my sister, yəni bu mənim bacımdır. Gördünüz, sadəcə brother sözünü sister ilə əvəz elədik. İngilis dili bəzən bax belə asan olur. Super, indi sıra bu cümlədədir. Gəlin birlikdə daha da ucadan deyək. This is my sister. Siz həqiqətən də möhtəşəmsiniz, çox sürətli öyrənirsiniz. İndi isə gəlin öyrəndiklərimizi biraz da maraqlı edək. Təsəvvür edin, qardaşımızın və bacımızın keyfinin necə olduğunu da deyə bilərik. Məsələn, o qəmgindir, yoxsa xoşbəxt? Təsəvvür edək ki, qardaşımızın keyfi yoxdur, biraz qəmgindir. Bunu ingiliscə belə deyə bilərik. My brother is sad. Gəlin cədvəldə tələffüzünə baxaq. My brother is sad. Buradakı bizim yeni və vacib sözümüz sad sözüdür. Yadda saxlayaq, sad yəni qəmgin deməkdir. Yaxşı, bəs bacımız gülümsəyir və çox şaddırsa, onda cümləmiz də əlbəttə dəyişir. My sister is happy. Buradakı əsas sözümüz isə happy sözüdür. Tələffüzü happy kimidir və mənası da xoşbəxt deməkdir. My sister is happy. Hətta deyəndə də adamın üzü gülür. İndi bu iki sözü yan-yana qoyub müqayisə edək. Baxın, sol tərəfdə sad, yəni qəmgin. Sağ tərəfdə isə happy, yəni xoşbəxt. Bunlar bir-birinin tam əksidir. Biri qaşqabaqlı, o biri isə gülümsüyür. Belə yadda saxlamaq daha asandır, elə deyilmi? Əla gedirik. Artıq ailə üzvlərimizi təqdim edə bilirik. Hətta onların əhvalını da deyə bilirik. İndi isə son bir vacib məqam qalıb. Onların sayını demək. Yaxşı, bəs əgər birdən çox qardaşımız varsa, məsələn 2 və ya 3, onda cümləmiz bir balaca dəyişir. Diqqətlə baxın, ingiliscə belə deyirik. These are my brothers. Aha, burada 2 dənə çox vacib dəyişiklik var, gəlin birlikdə baxaq. Birincisi artıq this is demirik, these are deyirik, çünki söhbət bir neçə nəfərdən gedir. İkincisi isə brother sözünün sonuna balaca bir s səsi əlavə edirik. Brothers. Tələffüzü də biraz fərqlidir. These are my brothers. Bu qədər sadə. İndi isə gəlin rəqəmləri də öyrənək ki, cümləmizi tam qura bilək. Ekranda hansı rəqəmi görürük? Düzdür, 3. İngiliscə 3 deyilir. Gəlin birlikdə deyək. 3. Tələffüzü isə 3 kimidir. Bəs bu hansı rəqəmdir? Bəli, bu 1-dir. İngiliscə 1 deyirik. Hamımız birlikdə 1 kimi səslənir. Bu lap asan oldu. Və budur. Bütün öyrəndiklərimizi bir cümləyə yığdıq. I have 3 sisters and 1 brother. Gəlin cədvələ baxaq, tələffüzü belədir. I have 3 sisters and 1 brother. Bu, mənim 3 bacım və 1 qardaşım var deməkdir. Təbrik edirəm. Siz artıq öz ailənizdə neçə bacı-qardaş olduğunuzu ingiliscə sərbəst deyə bilərsiniz. Möhtəşəm iş çıxardınız. İndi isə öyrəndiklərimizi yoxlamaq üçün balaca bir oyun oynayaq. Sürətli bir təkrar vaxtıdır. Hazırsınız? Elə isə ilk sualımız gəlsin. Biraz fikirləşin. Azərbaycanca bu mənim qardaşımdır cümləsini ingiliscə necə deyirdik? Gəlin, yadınıza salın. Cavab, this is my brother idi. Əgər düz tapdınızsa, əhsən sizə. İndi isə ikinci sual. Bacım xoşbəxtdir, ingiliscə necə səslənirdi? Bu biraz daha çətin ola bilər, amma mən əminəm ki, bunu da bacaracaqsınız. Düzgün cavab
My sister is happy. Super. Bugün hamınız əlaydınız. Artıq ailəniz haqqında ingiliscə danışmaq üçün bir çox vacib cümlə bilirsiniz. Yaxşı, bəs növbəti dəfə kimlər haqqında danışmaq öyrənmək istərdiniz? Bəlkə ana və ata, yoxsa nənə və baba? Fikirləriniz mənim üçün çox maraqlıdır. Bugünlük bu qədər. Gələn dərsimizdə görüşərik. Hələlik.